Bakıda isti günlər başlanmışdır. Belə havalarda Bakılılar öz bazar günü istirahətlərini şəhərin sərin və kölgəli yerlərində keçirirlər. Dənizkənarı bulvar paytaxt zəhmətkeşlərinin ən çox sevdikləri istirahət güşələrindən biridir. Bir baxın, bu balaca idmançılar lap böyüklər kimi yarışırlar. Elə deyilmi? Bəs plyaj, qızmar qum üzərində dincəlmək, mavi Xəzərin sərin dalğaları qoynuna atılmaq, bunları kim sevməz? Hələ bu yelkənli qayıqlar. Gənc Bakılılar dəniz səyahətini daha çox sevirlər. Əlbəttə, səmərəli istirahətin qədrini səmərəli əmək adamı bilər.